Berlindən hər kəsə salam. Mən artıq qayıtmışam. Bazar günü, bugün ikinci gündür. Biraz özümə belə deyim gəlirdim. Yorğunluq var idi üstümdə təbii ki. Bir ay yorğunluğu. Burada kiçik bir məlumat verim. Bu videonu əslində bir ay əvvəl çəkmişəm. Sadəcə Bakı videoları o qədər çox idi ki, ancaq indi paylaşa bilirəm. Ona görə məni Twitterda görsəz təəccüblənməyin. Həm də bazar günü qayıtmışam dediyim, yəni aprelin sonuydu. Bəli, dedim buradan da kiçik bir update keçim. Videomuza qaldığımız yerdən davam edirik. Nəysə gəldim. Burada da hava sizə deyim çox qəşəngdir. Dünən yağış yağdı amma bugün çox gözəldir. Evləri yığışdırdım, dayanmadan non-stop paltarlar yuyulur. Yəni baxmayaraq ki, Bakıdan gəlmişik, orada da öz evimiz var filan. Amma yəni istər-istəməz bu səyahət sonu belə deyim, yer yığış bitmir. Dünən də evləri filan yığışdırmışdım. Bugün biraz daha yaxşıyam və bugün çıxmışdım marketə falan, biraz gəzdim, hava da yaxşı idi. Bu arada mən Bakıda olanda Temudan bir-iki şey sifariş eləmişdim. Onlar gəlibdi və bir-iki şey də aldım bugün. Onları istəyirəm göstərmək istədim. Düz açmışam bağlamaları. Qeyd edim ki, belə bir köynək almışam. Buna baxın. Bu o qədər qəşəngdir. Bunu geyindim, hətta baxdım. İnanılmaz gözəl qalır. Ümumiyyətlə belə formalı, beldən dar şeylər və qolları belə enli olan bluzları, köynəkləri çox bəyənirəm. Bunu çox sevdim. Və gələn həftə mənim çoxdandır gözlədiyim konsert olacaq. 29 aprel. Tame Impala'nın Berlində konserti olacaq və mən ona hazırlaşıram. Özüm üçün outfit fikirləşmişdim və o outfit üçün belə bir ətək sifariş eləmişdim. Bunu da Temudan sifariş eləmişəm bu arada. İnanılmaz gözəldir. Amma ki bu mənə dar oldu. Qızlar, çox heyf. XS almışam, bilsəm S alardım. Çox gözəldir amma sizə deyim, mən buradan nə qədər görsədim. Fikirləşdim ki, bəlkə mən bunu belə top kimi geyinə bilərəm. Baxın belə. Geyinib baxacağım. Əgər top kimi olsa qaytarmayacağam. Nəysə. Və bir dənə tişört sifariş eləmişəm Amazondan. Çox gözəl bir tişörtdür. Sadəcə o göstərir ki 29-a çatacaq. Yəni maksimum ən gec 29-a, inşallah daha tez çatar. Olmasa başqa bir outfit ihtiyacı da var beynimdə. Nəysə panika girmirik. Bu gün də elə mola getmişdim, elə belə gəzirdim. Belə bir bluz aldım H&M-dən 10 euroya. Həm belə önü düyməlidir, görürsünüz. Həm nazik idi, rəngi falan xoşuma gəldi. Bunu aldım. Daha sonra TK Maxx'dan belə bir daraq almışam. Bu belə deyim, saç burarkən istifadə eləməyə almışam. Babyliss brendidir. Babyliss'in məndə saç ütüsü var idi. Nəysə bunu kəsmək lazımdır. Belə bir şeydir. Daha sonra yadınızdaysa NYX'in belə bir tonal kremi var idi məndə. Mən onu səhv rəngini almışdım. Vanilla. O mənə açıq idi. O rəfiqəmə verdim Bakıda və özümə natural rəngini aldım. Deyirəm düz rəng seçmişəm, bilmirəm. Sonra isə mənim Catrice'dən belə bir dodaq boyam var. Bunu yəni belə deyim də dibini yemişəm. Çox az qalıbdır. Bu qədər qalıb təsəvvür edin. Çox gözəldir. Belə lip balm deyəndə ki nəmli bitişi var. Ancaq ki məncə bu həm də tintdir. Çünki dodaqda rəng qoyur. Məndə olan Cashmere Softly 0.20-dir. Bilməm buradan nə qədər swatchlayacaq. Mən bu günlərim onun 0.50 Glaze Macchiato. Görsən nə görsən? Baxın. Bu daha əvvəlkidir. Bu isə yeni aldığımdır 0.50. Bu daha belə qəhvəyi tonlarda kimidir. Ancaq mən elə bildim ki, daha çox qəhvəyidir. Amma bilirsiniz necədir? Bu klinikin bir ara viral olan pomadaları var idi. O da belə Blesk yox, nəmləndirici, nə deyirlər ona? Ad yadımdan çıxdı. Baxın, rəngi belədir. Başa düşdünüz məni. Gəlin bura baxaq. Nə dərəcədə vurdum? Üzümdə heç nə yoxdur indi. Üç vurdum biraz. Amma yəni rəngi fokus deyir, yoxsa yox. Budur. Buradan çox tünd görsənir. Əslində bu qədər də tünd deyil, açığı. Digərin rəngi isə belə idi. Bilmirəm burada nə dərəcə fərq hiss olunur. Gəlin ikisini tutun, baxın. Belədir. Buna baxın. Mojito. Bollu bir aşkım. Güzel balam. Tütüne kuzu keserim, tütüne. Moji. Sen benim canımsın. Hani paylaşım. Canımdır. Ağıllı oğlandır. Mojito. Benim balam çok güzeldi. Bu kadar darlamışam ona, o kadar öpürəm edirəm bezmirəm. Balam pomada olmasın. Güzel balam. Şeker balam. Yaraşıklı balam. Mojito. Mojito. Güzel mojito. Kucaklaşak, kucaklaşak. Kucaklaşak, kucaklaşak. The next day.
Salam qızlar. Dünən saçlarımı belə xalat belə deyim, kəmərinə dolamışam. Bir dəfə eləmişdim, qəşəng qalındı. Biz qaldırım. Yenə yoxlamaq istədim. Bu dəfə çolkamı da belə deyim, sarımışam. Keçən dəfə Bigo ilə eləmişdim. Burada da mochi var. Mochito. Gəlin birlikdə baxaq necə alındı. Salam qızlar. Dünən saçlarımı belə hamam xalatla, daha doğrusu iplə sarımışam. Bir dəfə eləmişdim, qəşəng qalındı. Bu dəfə daha yaxşı sardım, belə deyim. Həm də çolkalarımı da sardım. Keçən dəfə isə Bigo eləmişdim bura. O çox narahat idi. Bu dəfə belə elədim. İndi gəlin birlikdə açaq. Mochi də burada arxada oturub. Bizə baxır. Birinci bu tərəfə də eləmişdim. Və deyim ki, qaldım. Bir dəfə elədim. Yəni 2 gün, yəni saçım yağlanmasaydı 3 gündə qalardı bəlkə. Sadəcə artıq saçımı yumaq vaxtı idi. Düzgün buradadır sadəcə. Mən ancaq kameradan baxa bilirəm. Görürsünüz necə vurulub. Sadəcə bu kəmər toppuş olmadığı üçün aralarına elə bir girir. Yatmaq da bundan çox rahatdır. Nəinki o AliExpress'dən aldığım 3 dənəlisi ilə. Bu yəni hiss olunmur demək olar. Başda çox rahat yatmaq olur. Baxın bu tərəfə. Təbii ki bu daranacaq, belə qalmayacaq. Düşür. Çox qəşəng olur. Ups. Görmürəm deyə düzəməli aça bilmirəm. Bir dəqiqə. Mochi qapını açmaya çalışır. Bu tərəfim belədir. Təbii ki darayacağım. Biraz dəliyə oxşayır. Bunları darayım. Sizə göstərirəm. Çünki burada heç şey görmürəm. Ona görə də çolkalarımı falan təbii ki düzəldəcəm. Bu belə qalmayacaq, amma buruqlar da düşəcək. Few moments later. Salam hər kəsə. Biz indi birazdan çıxacaq dostlarımızla görüşməyə. Hazırlaşmışam. Sizə gələn lookumu göstəreyim. Belə geyinmişəm. İndi blogdan da çəkərəm ümumi lookumu. Belə. Bu bizim gözəl blog. Bura çox qəşəng işıq düşür bu arada. Ümumi görsənmir. Ayaqqabılarım, onsuzlarımı giymişəm. Sizə də göstərim ümumi lookumu. Bu arada saçlarımı hamam xalatının ipi ilə vurmuşam. Əslində buraları yaxşıdır, üst hissələrini bəyənmədim deyə belə yarımçıq yığmışam. Keçən dəfə elədiyim daha yaxşı alınmışdı. Əslində ona görə bu dəfə istədim ki, yuxarıdan edeyim. Amma yuxarılar çoxlu oldu, onu bəyənmədim. Amma ümumi belə günü qurtarar. Bu arada mən Dyson sifariş elədim dünən. Çox bəyəndiyim bir rəngi var idi. Red Velvet səhv eləmirəmsə, çox xoşum gəldi ondan. Və onu aldım. Həmçinin alanda üstündə Dyson sumka da hədiyyə olunub. Gəlməlidir gələn həftə. Səbirsizlə gözləyirəm. Gələndə unpacking eləyərik birlikdə. Dedim sizlə də bölüşüm. İnana bilmirəm ki, mən Dyson aldım, yəni. Xatırlayırsınız, bir neçə video bundan qabaq demişdim ki, Dyson istəmirəm. Çünki əslində saçımı buruq istifadə edirdim. Yəni buruq saç üçün mənə görə mənasız idi. Çünki sırf bir başlığa görə Dyson almaq belə çox mənasızdır. Amma indi düz istifadə etməyi düşünürəm, daha doğrusu belə buruq. Ona görə aldım. Görək. Əslində bir ay test elədim. Leyla sağ olsun. Bir ay test elədim və baxdım. Gördüm ki, həqiqətən də effekti yaxşıdır. Saçıma düşdü filan. Saçlarım çox volumlu qalırdı. Ona görə almaq qərarına gəldim. Yəni o bir ay mənə çox yaxşı bir test müddəti oldu. Heç nə, aldım. Axır ki aldım. Belə. Bu arada bu şalvarımı çox bəyənirəm. Buna baxın. Bunu Yaponiyadan, Uniqlodan almışdım. Əslində burada da var. Yəni bu biraz
Bəgi formasındadır. Çox rahatdır, çox keyfiyyətlidir. Çox sevirəm bunu. Həyətimizə baxın. İstra görə bu ağaca belə yumurtalar bağlayıblar. Çox qəşəngdir. Hər yer yaşıllıqdır. Bugün hava ümumiyyətlə çox qəşəngdir. Salih də gedir. Stylingini eləmişəm, sizə göstərərəm indi. Həyətimiz. Baxın Salihin stylinginə. Ayaqqabılarımı çəkmək istəyirəm. İkimiz də onisukaları giymişik. Biraz sərindir. Bakının küləyi gəlib bura. Amma mən treçkotum yaxşıdır əslində. Yaxşı saxlayır. Buradan gedək. Çəkəbildim yoxsa yox. Bir ayda görmürdünüz. Alman dostlarımız. Onu. Biz kafedən durduq. Yaxınlıqda belə park kimi qəbirstanlıq var. Bildiyiniz yəni parkdır. Buna baxın. Çox sakit, qəşəng. Normalda Avropada demək olar hər yerdə belə olur. Belə qəşəng maraqlı. Gəlmişik Victoria Parka. Qəşəngdir. Hər yer yaşıl. Berlinə yaz gəlib.